Birinci BIOS-a giririk. Hər kompüterdə bir cür olur. Bizim kompüterdə F2-ni bastıq, girdik BIOS-a. Əksər kompüterlərdə delete bassam, delete düyməsini basanda girir BIOS. İndi orada yazılır da, açılan moment yazılır ki, hansı knopkanı basmaq lazımdır. Təzə kompüterlərdə escape olur. Bildin də, təzə verilən kompüterdə escape olacaq. Başım, girdik BIOS-a, gəlirik, burada boot deyilən menü var. Boot menüsü. Əgər CD-ROM birincidirsə, elə birinci də qalır. Əgər CD-ROM birinci deyilsə, tutaq ki, buradadırsa, biz gəlirik, yenirik CD-ROM-un üzərinə. Burada aşağıda göstərilib ki, plus-minus işarələrini basmaqla siz dəyişiklik eləyə bilərsiniz. Yəni, bu CD-ROM aşağı-yuxarı qaldıra bilərsiniz. Plus düyməsini basırıq, qalxırıq yuxarı. CD-ROM-u qaldırıq birinci səviyyə. HDD də əgər aşağıdadırsa, plusu basırıq, qaldırıq ikinci səviyyəyə. Yəni ki, kompüter birinci işə düşəndə başlasın CD-ROM-u oxumağa, CD-ROM-dan sistemi axtarmağa başlasın, sonra keçsin sərt diskdə axtarmağa. Bunu belə eləyirik ona görə ki, birinci sərt diskdən axtarmağa başlasa, orada xarab Windows-dursa və yaxud da ki, Windows yoxdursa orada, biz CD-ROM-dan başlayaq və CD-ROM-dan başlayaq davam eləməyə də format eləyək, ustanovka eləyək. Ona görə. Belə. Dəyişiklik eləyəndən sonra gəlirik Exit menüsünə. Burada belə bir yer var. Exit Saving Changes. Dəyişikliyi yadda saxla və çıx. Biz dəyişikliyi yadda saxlayırıq və çıxırıq. Ondan ötürü Enter düyməsini basırıq. Orada aşağıda yazılıb Enter Execute Command. Onu işə salmaq komandası. Burada çıxır ki, yadda doğrudan mı yadda saxlayayım ya yox. Biz vururuq, bəli, doğrudan da yadda saxla. Yes düyməsini vururuq. Burada yazılır ki, Liboy düyməni bas, CD-ROM-dan başlayıb yükləməyə, gördün. Burası tez bitir deyilən, ona görə mən tez bastım. İngilis dilində yazır ki, Press any key, boot from CD. Bildin? Belə bir şey çıxdı. Deyir ki, Enter düyməsini basın, Vod düyməsini basın, XP-ni yazmaqda davam etdirək. Eğer bərpa eləmək deməkdir, F3-dəki çıxmaq deməkdir. Bizə lazımdır ki, biz təzə XP yazacağıq. Enter basırıq. Enteri basırıq, deyir, lisenziya ilə razısan ya yox. Biz F8-i basırıq, deyir ki, razıyıq. Bundan əvvəl C diskində, ekranda, My Documentdə nə var idi, hamısını atdıq deyə, düzdür. C diskinə ad qoyduq sistem, D diskinə ad qoyduq sənədlər. Görürsən, burada var sənədlər adı. Bizə lazımdır ki, C diskin format eləyək. Çünki C diskində sistem xarab olub, bərpa eləyə bilmirik və yaxud da ki, həddən artıq çoxlu viruslar var. Sənədləri götürüb atmışıq hamısını D-yə, D diskinə, orada sənədlər papkasına. İndi bizə lazımdır ki, bunu silək. Burada yazır ki, Enter düyməsini basın ki, biz Windows XP-ni yazmağa başlayaq. C diskində bizdə Windows var. Ona görə də onu silmək lazımdır ki, boş olsun, təzə yazaq. Biz nə ayırırıq? Biz burada C diskini silirik. D düyməsini basırıq, D. Burada deyir ki, nə deyir? Yəni, davam etdirmək üçün Enter düyməsini basırıq. Enter'i basırıq. Deyir, doğrudan mı silməyə razısınız? Ehtiyatlı olunan bütün hər şeylər silinəcək. L düyməsini basırıq. C diski silindi. C diski silindi, ancaq qeyd olunmamış sahə kimi qaldı. Yəni, 4,9 GB yeri qalıb. Biz təzədən C diskini yaradırıq. C düyməsini basırıq.
olduğu kimi qalır. Nə qədər sahəsi varsa elə o qədər də qalır. Ona görə enter düyməsini basırıq. C diski yarandı. İndi biz elə C diskinə də yükləyəcəyik. Aşağıda görürsünüz 3 dənə yenə yer var orada. Vod ustanovit deməkdir. Yəni enter bassaz C diskinə yüklənmə başlayacaq XP. Enter basırıq. Belə bir şey çıxır. Formatировать раздел sistemi interface və yaxud da ki FAT. Hansı fayl sistemində format eləmək lazımdır? Bizə lazımdır interface. Çünki interface Windows XP və ondan yuxarı sistemlər üçündür. FAT sistemi isə köhnə sistemlər, yəni Windows 98, 95, Millennium bunlar üçündür. Sonra iki cür var. Var booster var, yəni medlenli. Bizə lazımdır booster. Bu booster yəni ki bu təzə kompüterdir, heç bir problemi yoxdur. Bu adətən yəni şübhə altındadırsa, sərt diskdə problem var ya yoxdur, o zaman buradan başlayırıq formata. Bizə lazımdır booster format. Enter basırıq. Başlayır format eləməyə. %20%dədir. Format elədi, indi başlayır lazım olan driver və faylları C diskinə yazmağa. Bu müəyyən qədər vaxt aparacaq, biz gözləməyəcəyik onu. Biz axıra yaxın qurtarmağa az qalır. 8 yazdı. İndi kompüter перезагрузка olacaq. Açılır. 39 dəqiqə qalıb yüklənməyinə. Biz 39 dəqiqə gözləməyəcəyik. Amma siz gözləyəsi olasınız da bunu. Qurğuların yüklənməsi başlayır. Qurğuları tanımağa başlayır. Option belə bir şey çıxdı. Belə bir şey çıxdı. Dillər və regionlar. Biz bunlara dəymirik. Çünki bizdə elə rus dilində Windows olduğuna görə burada hər şey ruscadır. Yəni olduğu kimi də qalır. Biz buna dəymirik. Sadəcə olaraq dalə düyməsini basırıq. İndi ad qoymaq lazımdır. Ad qoyuruq. İstifadəçi adı. Məsəl üçün ad qoyuruq Əli. Burada idarənin adını da yaza bilərsiniz. Məsəl üçün Azəriqaz tutaq ki. Daləyə vurursunuz. Burada şifrə istəyəcək. Lisenziyonlu şifrə. Onu yazmaq lazımdır. Lisenziya açarını yazdıq. Dalə düyməsini basırıq. Burada özü avtomatik olaraq kompüterə ad qoyur. Azəriqaz nömrələr. Bu istəyirsiniz olduğu kimi qalsın. Onu dəyişə də bilərsiniz. Sonra administratora parol qoymaq olar. Bu administratora parolu sonra da özünüz qoya bilərsiniz. Yəni burada hələ ki ehtiyac yoxdur. Daləyə vururuq. Burada çıxır ayın tarixi. Buradakı saat. Bunlar əgər səhvdirsə düzəldirik, düzdürsə qalır. Bir də ki yaşadığımız yer Moskva, Sankt-Peterburg deyil. Bura Bakıdır. Daləyə düyməsini vursam başlayır yüklənməyə. İndi şəbəkənin sazlanması gedir. İndi çıxacaq. Şəbəkə üçün bir menü çıxacaq. Belə bir şey çıxdı. Burada da yenə heç nə əli vurmuruq. Daləyə düyməsini basırıq. Burada Rabochi qrupa istəyir. Bu Rabochi qrupa haqqında sonra deyərəm sizə. Bu da olduğu kimi qalır. Daləyə düyməsini vururuq. Başlayır yazmağa. Qalan yerdə nə varsa. Biraz çəkəcək. Ona görə də biz gözləmirik bunu. Yazdı. Axırda перезагрузка oldu kompüter. Açıldı. Belə bir şey açıldı. OK düyməsini vururuq. Bir daha da belə
çıxır, OK və ya atmayana yenə OK vururuq. Windowsumuz açılacaq indi. Windows açıldı. Belə bir şey gəldi. Salamlayır Windows. Dalə düyməsini basırıq. Sonra Brandmauer çıxır. Zaşita qoyaq ya qoymayaq. Biz bunu bəri başdan söndürürük. Daləyə basırıq. Sonra internetə qoşulmaq istəyir və registrasiya istəyir. Biz də bunu propustit vururuq. Açılır belə bir şey. Deyir ki, indi registrasiya eləmək istəyirsən через internet, yoxsa sonra. Biz vururuq sonra eləyərik. Sonramda heç eləməyəcəyik. Daləyə vururuq. İmya vaşı учетной записи burada ad yazırıq. Учетной записи ad qoyuruq. Məsəl üçün birinci rusca başlayır yazmağa. Ona görə alt shift düyməsini ikisini birdən basıb buraxırıq. Başlayır ingilis dilində yazmağa. Biz yazırıq Əli. Burada ikinci, üçüncü yerlər var. Bunları doldurmuruq. Ancaq birinci yer. Daləyə vururuq. Qatov vururuq. Yenə salamlayır. Açıldı Windows. Açıldı. Axırıncı yazdığımız Əli sözü gəldi, çıxdı bura. Ekranda hələ ki Cortanadan başqa heç nə yoxdur. Burada çıxır yenə bu Brandmauer yanı yoxdur. Padugrozo, nə bilim nə. Bunu yığışdırırıq, üstünə 2 dəfə vururuq, açılır. Brandmauer burada bu qalaçkaları yığışdırırıq ki, hər dəfə bizə deməsin də. Sonra bunu da üstə 2 dəfə vururuq, bunu da bağlayırıq ki, bir daha çıxmasın. Salam. Bir də qaldı ki, kompüter my dokumenti çıxartmaq. Burada bu aşağıda Puskun böyründə göy sətir var. Bura bir sağ düyməni vururuq, svojstva seçirik. Burada Pusk klassik. Artıq bizim Windowsumuz yazıldı. Klassik formadadır. Windows'un yazılması bu qədər. Biz bütün sənədləri atmışdıq D diskinə. İndi gedək görək D diskindədirmi? D diskinə də ad qoymuşduq sənədlər. Sənədlər papkası açmışdıq. Görürsünüz bizim bütün sənədlər artıq yerindədir. Rабочий stol, AA hamısı yerindədir. Все. İndi artıq My dokumentini götürüb My dokumentinin yerləşdiyi yerə ata bilərik. Yəni buradan kopyalayıb ata bilərik ora. Və yaxud da ki, elə necə var, elə də qalsın. Sənədlərə bir dənə yarlıq düzəldirik. Rабочий ekrana. Rабочий stola. Buradan bunları yığışdırırıq. Məsləhət ki, bütün sənədlər D diskində olsun və D diskindəki o həmən sənədlər papkasına da yarlıqı qoyasan ekrana. Çünki ekrana çox şey yığılanda zibil çox olmasın da, zibillə dolu olmasın. Zibilxanaya dönməsin. Şimdi belə bizim sənədlərimiz də yerindədir. Salam işte.